Məsələyə bir qədər də psixoloji tərəfdən yanaşaq, görək həmin şəxslər sonradan psixoloq dəstəyi almaq üçün müraciət edirlərmi? Baxın, abort tibbin ən gözəl uğurlarından biridir. Yəni, abort deyəndə biz dərhal panikaya düşməli deyilik ki, bizdə abort. Əksinə, haradasa sevindirici bir haldır ki, bizdə abortun sayı çoxdur. Hardasa. Bəli, müəyyən Avropa ölkələri, digər ölkələr var ki, orada abortun sayı sıfıra bərabərdir. Bu demək deyil, onlar qanunlara riayət eləyir. Yəni, abortun bu cür çox olmağı digər bir tərəfdən əhalinin sağlamlığına dəlalət edən bir səbəblərdən biridir. Qorxulu tərəf o deyil. Qorxulu tərəf yaşın az olması və müəyyən maraqlar naminində məişət problemindən, məişət qüsurundan əmələ gələn abortların statistikası aparılmalıdır. Digər abortların... Səbəblər qeyd olunmalıdır, yəni deyirsiniz. Mütləq qaydada. Bir qədər öncə mənim sual verdiyim məsələ. Baxın, nə yaxşı ki, bizdə tibbi maarifləndirmə bu səviyyədədir, həqiqətən də. İnsanlar, rəsmi nikahda olan insanlarda övlad planlaşdırılmayan, arzu olunmayan və yaxud müəyyən səbəbdən, qadın hamilədir, amma müəyyən ciddi bir səbəblərdən tələf etdirilməsi tələb olunur. Bu yaxşıdır, yaxşı bir haldır. Amma ən qorxulu yaş 16-17 yaşlı qeyri-rəsmi nikahdan müəyyən maraqlar zəminində, müəyyən aldadılmalar zəminində hamilə olmuş insanların abort məcburiyyətində qalması və digər bir tərəf isə insanların, bilirsiniz, mənəvi əxlaqının itirilməsindən özünə qazandırdığı haqdan doğan abortlar qorxuludur. Çünki bu abortlar insan bəşəriyyətinin gələcəyə sağlam övlad doğulmaqdan başqa, həmin o abort olunan qadının düşüncəsinin qüsuru əmələ gələcək. 15-16 yaşlı qızların abort faktları kifayət qədərdir. Amma bunlar, axı bizim qanunvericiliklə rəsmi nikaha hüquq icazə vermir, amma bunlar nədən əmələ gəlir? Baxın, abort olmaq qorxulu deyil. Abort olunan insanların kateqoriyası qorxuludur. Baxın, mənəvi dəyərlər, ailə öhdəlikləri, Nailə xanım deyən ki, ictimai qınaq, utanc, bu hisslər itəndə, bu hisslər insanlarda, onları itirən insanlarda süni, dırnaqarası mənəvi dəyər əmələ gətirir. Nə əmələ gətirir? Mənim vecimə deyil. Kim nə deyir desin. Mən öz həyatımı özüm yaşayıram. Baxın, bu mənəvi dəyərlər itəndə, o insanların abort sayı nə qədər çoxdursa, o cəmiyyətin uçurumudur. Baxın, mənəvi degradasiya orada başlayır. Amma psixoloqa müraciət ediniz, baxır abortların, Arzu xanım deyən kimi, hansı təbii və süni abortlardan. Baxın, infeksiya problemləri olanda, mənfi özqan qrupu problemi olanda və s. O problemdən yaranan təbii abortlardan çıxmış qadınların psixoloqa müraciət daha çoxdur. Amma qeyri-qanuni münasibətlərdən, qeyri-rəsmi, qeyri-əxlaqi və s. hallardan yaranan abort olunan qadınların isə psixoloqa müraciəti demək olar sıfıra bərabərdir. Çünki onların mənəvi öhdəliyi o cür insanlarda olmur. Onlar nə edir? Qurtuldum, canımı qurtardım, bu xatadan canım sovuşdu və s. Növbəti həyatımı necə yaşayacağım? Bax, onlar psixoloqa müraciət etmir. Yeniyetmələrlə bağlı olan məsələyə yenidən istəyərdik. Qaydaq, yeniyetmələrin maarifləndirilməsi ilə bağlı siz nə düşünürsünüz? Hə, mən bəzi hallarda, üzr istəyirəm mən bu fikrimə görə, bəzi hallarda mən maarifləndirmə sözünü haradasa qəbul etmirəm. Bax, bilirsiniz necə? Biz şaxtaya geyimsiz bir insanı buraxırıq şaxtanın altına və ona maarifləndiririk. Özünü soyuqdan qoru, adam xəstələnməz, nə fayda verəcək? Heç nə. O adam mənim acığıma özünü gedib atacaq odun içinə. Maarifləndirmə o halda olur ki, biz insana yemək üçün ərzaq veririk və o ərzağın yemək qaydasını öyrədirik. Amma insanın ərzağı yoxdursa, biz ona nə qədər maarifləndirsək, fayda olmayacaq.